Toy mart ayında baş tutmuş, aprelin sonunda ise kadın vefat etmişti. Renat hemen bir ayı Kiev'de anasının yanında geçirmiş, kadın onun kolları arasında can vermişti. Sonra anasını defnetmiş, mənzilini satmışdı. Anasından sonra həmin mənzilli olmaq ona ağır gəlirdi. Uşaqlıq illərinin işıqlı xatirəsini özündə saxlayan böyük 3 otaqlı mənzil Kreshetkin. Ukrayna dilində Kreshetkin, Kiyevin mərkəzi küçəsi. Yaxınlığında yerləşirdi. Mənzil onlara Sovet ordusunun generalı olan babasından, anasının atasından miras qalmışdı. Renat həmin mənzili 40 min dollara satdı. Bu həmin vaxt üçün Ukraynada böyük məbləğ hesab olunurdu. Ona görə də Renat qiymət üstündə mübahisə etmədi. Moskvada isə həmin pula yaxşı bir binada, amma mərkəzdən uzaq yerdə bir otaqlı mənzil almaq olardı. 1998-ci ilin avqust ayında həmin məşhur default, iflas, müflisləşmə baş verdi. Nəticədə qiymətlər birdən-birə 4 dəfə aşağı düşdü. O vaxt Renatın əlində 38 min dollardan artıq pul var idi. Kryalov küçəsindəki 3 otaqlı mənzili məhz həmin dövrdə ala bilmişdilər. Renat evdən çıxanda mənzilin onun pulu ilə alındığını Lizaya xatırlatmamışdı. Rəsmi olaraq həmin mənzil ümumi mülkiyyət hesab olunurdu və tərəflər arasında bölünməli idi, amma Renat bunu istəməmişdi. Ona görə də Presnaya küçəsində kirayə elədiyi bir otaqlı mənzildə yaşayırdı. Lizaya verdiyi mənzil isə hal-hazırda 180 min dollardan artıq qiyməti vardı. Mənzilin isə 180 min dollardan artıq qiyməti vardı və hər il daha da bahalaşırdı. Renat fikirləşdi ki, artıq ağlını başına toplamalı, düzəməlli bir iş tapıb pul yığmalı və özünə abırlı bir mənzil almalıdır. Tanış qızları bu mənzilə gətirmək yaxşı düşmürdü. Hər dəfə hansısa bir bəhanə uydurmalı ya da təsadüfi görüşlər üçün tanışlarının evindən istifadə etməli olurdu. Liza ondakı daimi ailə qurmaq istəyini uzun müddət üçün öldürmüşdü. Düzdür, o son bir neçə ayda Oksana ilə görüşürdü. Ancaq bu görüşlər müntəzəm olmurdu. Hər ikisi bu əlaqədən yorulsa da bir-birlərinə bağlı olduqlarına görə yox, ərindikləri üçün münasibətlərini həll saxlayırdılar. Qapının zəngi çalındı. Renat üzünü turşutdu. Bu vaxt bura Oksana'dan başqası gəlməzdi. O isə adətən zəng vurmamış gəlmirdi. Anlayırdı ki, yanında başqa bir qadın ola bilərdi. Bu Dima da ola bilərdi. Ancaq o da belə tez gəlməzdi. Qapının zəngi bir də çalındı. Renat örtüyü çarpayının üstünə atıb qapını açmağa getdi. Gözlükdən baxdı. Dima idi. Yoxsa o ağlını itirmişdi. Belə tez vaxtda yuxudan durub səhər saat 11-də onun yanına gəlmək. Dima adətən saat 2-də ya da 3-də yuxudan oyanardı. Rəssamlarla işləyirdi və yerinə səhərə yaxın girməyə vərdiş etmişdi. Renat qapını açdı. Dima içəri soxulub otağa keçdi. O, enli kürək, dolu bədənli, qırmızı yanaq, gülər üz insan idi. Boynu yox idi. İri başı birbaşa bədəninin üstündə yerləşirdi. Onun əhvalı daim şən olardı. Dima'nın üstün cəhətlərindən biri də bu idi ki, nə qədər çox içsə də ayaq üstə möhkəm dayana, özünü idarə edə bilirdi. Nə əzəb belə tez gəlmirsən? Renat soruşdu. O, sifətini ovuşdurdu. Xatırladı ki, bugün üzünü qırmağa imkan tapmayıb. Əslində üzünün nazik tüklü olmasına adət etmişdi. Zahirən gənc Gergiyevə. Valeri Gergiyev. Milliyyət Cavşetin olan məşhur Sovet və Rusiya dilcioru. Bənzədiyini deyirdilər. Üzdə 3 günlük türk saxlamağı dəbə o gətirmişdi. Renat Şəripov da özünü 3 gündən bir qırxırdı. Dəblə ayaqlaşmaq üçün yox, hər gün üzünü qırxmağa ərindiyinə görə. Üstəlik, tərəf kremlərini də qənaətlə işlətmək lazım idi. Dərisi həssas idi. Buna görə də allergiya yaratmayan
Keyfiyyətli və bahalı kremlərdən istifadə etməli olurdu. Əcnəbilər bütün şəhərdə səni axtarır. Dima həyəcanla bildirdi. Ya fransızdırlar, ya da Belçikalı. Onlar hətta sərgiyə mənim yanıma da gəlmişdilər. Dünən bütün gecə mobil telefonuna zəng etmişəm. Sönlü idi, enerjisi qutarıb. Renat telefonuna baxıb dedi. Tamam yaddan çıxartmışam. Dünən uşaqlarla möhkəm içmişdim. Söndüyünü sonradan gördüm. Dayan cərəyana başım. Sən məni başa düşmədin. Dima həyəcanla əllərini yellətdi. Gödəkçəsini hələ də çıxarmamışdı. Əynində qara vilvet şalvar, sarı rəngli polver vardı. Əcnəbilər bütün şəhərdə səni axtarır. Yəqin vacib işləri var. Bəlkə məqalələrim xoşlarına gəlib. Sən qəzetlərinin xüsusi müxbiri kimi işləməyi təklif edəcəklər. Mən fransız dilini bilmirəm. Renat üz-gözünü turşutdu. Nə olsun, əvəzində ingilis dilini yaxşı bilirsən. İngilis dilində yaza biləcək dərəcədə yaxşı bilmirəm. Ümumiyyətlə başa düşmürəm. Onlar məni niyə işə götürməlidir? Bəlkə də məni əzişdirmək üçün axtarırlar. Keçən il Moskva transseksuallarından yazdığım məqaləyə görə. Başıma gələnləri bilirsən. Əcnəbilər arasında da nədənsə inciyən oxucular ola bilər. Elə sifətini əzişdirməkdən ötürü bütün şəhərdə səni axtarırdılar. Özünə çox yüksək qiymət verirsən. Onlar hətta Oksanaya da zəng ediblər. Məgər o bugün sənə zəng vurmayıb? Renat şəhər telefonunu yoxladı. Hətta dəstəyini də qaldırdı. Telefon işləyirdi. Demək Oksana zəng etməmişdi. Səhər tezdən niyə zəng etsin axı? Hansısa əcnəbi səhər ona zəng edib Renat Şəripovu soruşur. Necə əsəbləşdiyini təsəvvür etmək olar. Axı Renat heç vaxt Oksananın evində qalmayıb. Hərçənd dəvət edə bilərdi. Oksananın kirayədə qaldığı mənzil 2 otaqlı idi. Amma qadın inadkarlıqla öz müstəqilliyini qoruyur. Heç kimi, hətta Renatı da mənzilinə buraxmırdı. Oksana saat 10-da işdə olmalıydı. Yəqin ki, dəstəyi tullanmış və Renata zəng etməyi lazım bilməmişdi. O çiynini çəkdi. Belə də olmalıydı. Münasibətləri çoxdan bitmişdi. Sadəcə olaraq qadın özü üçün daha yaxşı kişi, o isə yeni rəfiqə tapa bilmirdi. Buna görə də ayda 1-2 dəfə görüşürdülər. Zəng eləməyib, Renat dedi. Onlar nə istəyirlər? Məni niyə axtarırlar? Mən hardan bilim? Axı onlar nə istədiklərini demirlər. Amma dünən gördüyüm maşınları nəzərə alsaq, kifayət qədər ciddi adamlardır. Onlar 7 illik BMW-də gəlmişdilər. Təsəvvür edirsən? Nə olsun? Moskvada varlı əcnəbilər çoxdur. Başa düşmürəm, sən niyə bu qədər həyəcanlısan? Yuxudan da belə tez durmuşsan. Lazım olsa özləri mənə tapar. Niyə evə zəng etmirlər? Sən əvvəlcə mobil telefonunu aç. Dima Renatın cərəyana qoşduğu telefonu göstərdi. Şəripov başını tərpədib telefonunu yandırdı. Və dərhal zəng gəldi. Nömrəyə baxdı, tanış deyildi. Mən dedim axı, Dima sevindi. Eşidirəm, Renat zəngi cavab verdi. Cənab Şəripov, İş Dünyası jurnalından zəng edirik. Siz hələ keçən ay almısınız. Artıq məqaləni təhvil verməli idiniz. Acıqlı qadın səsi eşidildi. Elədir. Renat çaşqın halda dilləndi. Gələn həftə məqaləni mütləq təhvil verəcəyim. Ayın 20-sinə qədər. Ondan gec olmasın. Qadın səslə əlavə edib danışığı bitirdi. Bax belə. Renat telefonu kənara qoyub dedi. Behni verdikləri məqaləni yadıma salırlar. Yəqin sənin əcnəbilərin də borclu olduğum adamlardır. Ya da buna bənzər nəsə. Nə haqq yerə həyəcanlanmısan? Səni heç vaxt razı salmaq olmur. Dima hissləndi. Mən təzədən durub gəlmişəm ki, səni sevindirim. Sənin kimi yaxşılıq qanmayan donuzu tapıb öyrənim ki, mobil telefonu niyə işləmir? Ev telefonuma zəng edə bilərdin.
Gecə saat 3-ə qədər sənə zəng vurdum. Cavab vermədin. Sonra mənə dedilər ki, sən dünən uşaqlarla yeyib içmisən. Qanararını yumuşam. Qanararını yumuşam. Məni isə çağırmamısan. Deyirəm də, sən yaxşılıq qanmayan donuzun birisən. Fikirləşdim ki, səninlə ayrıca oturarıq. Renat özünü təmiz qırmağa çalışdı. Dima düz deyirdi. Onu da çağırmaq lazım idi. Onlar sənin təzə ünvanını və telefonunu soruşdular. Dima heç cür sakitləşə bilmirdi. Şəhər telefonunu vermədim ki, səni tapa bilməsinlər. Yalnız mobil nömrəni verdim. Düşündüm ki, görüşməməyə özün qərar verərsən. Yoxsa harada yaşadığını öyrənərdilər. Düşündüm ki, əvvəlcə sənə desəm yaxşı olar. O sözünü bitirməyə macal tapmamış, mobil telefonu yenə zəng çaldı. Renat telefonu əlinə aldı və tanış olmayan qadın səsi eşidildi. Mister Renat Şəripov, bəli, çox yaxşı. Biz 3 aydır ki, sizi axtarırıq.